Hər vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar. Verilişimizin bu sayı avtomobil sevərlər üçün daha da maraqlı olacaq. Odur ki, Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatında özünə məxsus yeri olan 2010-cu ildən yaradılan Naxçıvan Avtomobil Zavodunun fəaliyyətindən söhbət açacağıq. Ələxüsusda son istehsal olan iki avtomobil haqqında. Nazifan X60 və Nazifan 720 modellərinin interyeri və eksteryeri ilə bağlı ətraflı məlumat verməyə çalışacağıq. Əvvəlcə isə Naxçıvan Avtomobil Zavodunun fəaliyyətindən danışırıq. Naxçıvan Avtomobil Zavodu düz 5 il bundan əvvəl, 2010-cu il yanvarın 11-də fəaliyyətə başlayıb. Zavodda Almaniya, İtaliya və Belçikadan gətirilmiş müasir texnoloji avadanlıqlar quraşdırılıb. Naxçıvan Avtomobil Zavodunda tikilib istifadəyə verilən 2 mərtəbəli binanın birinci mərtəbəsində satış şöbəsi və sərgi satış salonu, ikinci mərtəbədə isə marketinq şöbəsi və inzibati heyət üçün ayrı-ayrı otaqlar yerləşir. Marketinq şöbəsi daxili bazarın tələbatını öyrənməklə yanaşı, xarici əlaqələrin yaradılmasını və ehtiyat hissələrinin alınıb gətirilməsini təşkil edir. Hörmətli tamaşaçılar, Naxçıvan Avtomobil Zavodunun istehsalı olan gördüyünüz bu müasir Avro 4 və Avro 5 standartlarına cavab verən avtomobillərə tələbat olduqca yüksəkdir. Bu da ondan irəli gəlir ki, artıq bu avtomobillər öz komfortu ilə alıcıların rəğbətini qazanıb.